Mən Bakı Musiqi Akademiyasını bitirmişəm də. Orada mən yadımdadır ki, bizdə deyirlər valyuta jurnalları, yəni valyuta ilə alınan orada musiqi şünaslığa aid bir neçə jurnal vardı və o da ortalıqda deyildi. Amma mən gördüm ki, bir tələbə var, yalnız bir tələbə gəlir oxuyur. İndi də elə bizim həmkarımız da Alla Bayramova, Musiqi Mədəniyyəti Muzeyinin müdirəsi. Baxmayaraq ki, çox məhdudiyyətlər var idi. Ədəbiyyat tapılmırdı. Bir xarici görəndə böyük bir hadisə idi ki, biz o ilə görürsən, mən ona bir söz desəm, o mənə başa düşəcək ki, mən o ilə ingiliscə danışıram. Amma görürsünüz, belə oldu ki, ilk xaricə səfərim elə 29 yaşında mənim ilk dəfə yadıma gəlir ki, mənim ad günüm Qatarda idi, Qatarda keçdi, Moskva-Varşava. Görün, təsadüf necə oldu ki, 88-ci ildə birdən hələ o vaxtda özdə teleqramma ilə, deməli, Bəstəkarlar İttifaqına Bakıya teleqramma gəldi ki, Cahangir Səlimxanov o dəstədə 4 bəstəkar idi, 5-incisi də bir nəfər musiqişünas olmalı idi. Dedilər ki, biz lazım bilir ki, Moskvadan yox, Bakıdan Səlimxanov getsin. Nəyə görə? Çünki artıq Rusiyada da, Moskvada tədbirlərdə görmüşlər ki, mən müasir musiqidən başım çıxır. Ona görə polyakların qarşısına peşəkar məqsədlə göndərilmişəm və ondan sonra da dünyanın demək olar ki, 60-a yaxın ölkəsində olmuşam. Turist kimi mən bəlkə 1 ya 2 dəfə cəmi.